mayın 26-sında fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə Azərbaycan Dəmir Yollarının yataq tipli vaqonlarından ibarət müasir qatarları hərəkət edəcək. Marşrut üzrə qatarlarda sərnişinlərə komfort plus və lüks olmaqla 3 sinif üzrə xidmət göstəriləcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yollarının mətbuat katibi Bəxtiyar Hacıyev bildirib. Qatar 1 ədəd lüks sinif, 1 ədəd qarışıq lüks və komfort plus sinif, 3 ədəd komfort sinif və 1 ədəd vaqon restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. Komfort sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub. Bundan başqa 1 ədəd qarışıq lüks və komfort plus sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe alına salına bilər, o qeyd edib. Lüks sinif üzrə kupelər 2 nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda komfort plus sinif üzrə kupelər 2 nəfərlikdir və hər bir kupe televizor, masa və əl üzüyanla təmin edilib. Komfort sinif üzrə kupelər 4 nəfərlikdir və hər birində televizor var. Komfort və komfort plus vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, lüks vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur. Kupelər fərdi təmizləmələr, temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, 4 dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur. Azərbaycan Dəmir Yolları rəsmisinin sözlərinə görə sərnişinlərə təmiz yataq dəsti, səfər paketi, sinif üzrə nəm və quru salfet, diş dəsti, əl dəsmalı, yataq dəsti, su, tərlik, komfort plus sinif üzrə nəm və quru salfet, yuxu masası, yuxu maskası, diş dəsti, əl dəsmalı, yataq dəsti, su, tərlik, dabankeş, lüks sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərlik, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti təqdim olunacaq. Onun sözlərinə görə vaqonlarda hərəkət məhdudiyyətli sərnişinlər üçün xüsusi kupelər ayrılıb və onların rahat şəkildə qatara minib düşməsi üçün əlavə texniki imkanlar təmin edilib.